Ustad deyirdi ki, oruc mənəvi təkamülün zəruri mərhələsidir. Ramazan ayında bir qrup gənc bir kafenin yanından keçəndə görür ki, bir kişi əlində dükandan aldığı yeməklərdən yeyir. Gəlirlər bundan zarafatlaşmaq istəyirlər. Deyirlər ki, ay dayı, sən oruç tutmamısan? Deyir ki, niyə? Orucam. Sadəcə olaraq yemək yeyirəm. Deyirlər, o necə olur? Deyir, qulağım qeybət eşitmir, dilim pis söz danışmır, gözüm günaha batmır. O ki, qaldı yemək yeməyimə mədəmlə bağlıdır ki, mənə həkim icazə vermir. Ona görə indi yeyirəm. Siz necə? Siz oruçsuz? Oradakı qızlardan biri deyir ki, yox, biz sadəcə olaraq yemək yemirik. Bəzən orucun tutmağın özü həm yalnız ac qalmaqdan ibarət deyil. İnsanın yeməkdən əl götürməyə nə var ki, pislikdən əl götürmək çətindir. Ustad deyirdi ki, oruc mənəvi təkamülün zəruri mərhələsidir. Heç kimdən orucsan, insanlar yanında və yaxud da oruc deyilsənsə iftar verilməməlidir. Əksinə, bəzi insanlara iftar qismət olursa, bu onların elə həyatına da, mənəvi dünyasına da ciddi, gözəl təsir edə bilər.